Rəhman və Rəhim olan Allahın adıyla, aləmlərin Rəbbi olan Allahım, sən məzlumlara gökdən mələklər, yerdən mələklər, sağdan soldan mələklər, hər tərəfdən mələklər göndər, məzlumlara sənin icazənlə dəstək və kömək olsunlar. Zalimləri isə qılıncla kəssinlər, onları məhv etsinlər. Çünki sənin orduların hər yerdədir. Ey Rəbbim, Müslüman qəbiləsindən cinlər göndər və erkəklərini və dişilərini göndər. Onlar özləri, yəni onlar da məzlumlara köməkçi, dəstəkçi olsunlar, zalimlərin isə əzreyili olsunlar. Ey Rəbbim, Fələstin xalqına bu cür köməklər et. Müharibə hansı ölkələrdə gedirsə də o müsəlman ölkələrinin, yəni ancaq sən müsəlman ölkələrinə kömək et. Ya Rabbi, əgər İsraildə, yaxud Amerikada, yaxud hansısa ölkələrdə müharibə gedirsə, sən orada yalnız körpələrə, uşaqlara, yaşlılara kömək ol. Qəddarlıq edib, cavanlıqları ilə qəddarlıq edib, müsəlman körpələrinə, yaxud müsəlman olmayan körpələrə, qəddarcasına davrananlara isə kömək etmə. Onlara qəzəb et və onları yer kürrəsindən sil. Çünki onlar uşaqları və körpələri, qadınları, qocaları, yaşlıları incidirlər. Sən də incidənləri incid. Allahım, sən, Ya Rabbi, Fələstin xalqına yenə də kömək ol. Ya Rabbi, bu günəşi mənim üzümə vurduğun kimi qiyamət günündə də nurunu üzümə yax və nurunu müsəlman bacı qardaşlarımızdan iki dünyada ayırma və sonsuz olaraq o nur üzümüzdə olsun. Üzümüzdə simalansın. Üzümüzü nurla simalandır. Allahım, Ya Allah, mən sənə aşiqəm, səni sevirəm. Səndən başqa heç bir kimsəmiz yoxdur. İlahi, Allahım, İmam Hüseynə xatir, Allahım, Əbəlfəzl Əbbasa xatir, İmam Aliyə xatir, Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləmə xatir, hamısına salamlar olsun. Allahım, Bədr döyüşündə 5000 mələk göndərmişdin. Müsəlmanların bəzi ölkələrində müharibələr gedir. Orada 10.000 mələklər göndər. Allahım, mələklərin yarısını Nur dağına indir. Yarısını bəzi yerlərə, dağlara indir. Yarısı yer kürrəsində gəzir. Onları birbaşa göndər, müsəlman ölkələrinə dəstək olsunlar. Yenə də zalimləri məhv etsinlər. Bunlara icazə ver. Allahım, Ya Rabbi, 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 İmam Məhdi əleyhisselamın və İsa Peyğəmbər əleyhisselamın zühurlarını tezləşdir, təcilləşdir. Və Ya Rabbi, onları səmalardan tezliklə yerlərə indir. Müsəlmanlara onları qardaş, kafirlərə hidayətçi, zalimlərə isə onları əzreyil et. Zalimlərə qarşı onları, ağalarımızı əzreyil et. Zalimlərə qarşı onları əzreyil et. Zalimləri məhv eləsinlər. İmam Məhdi əleyhisselama da salam olsun.
İsa Peyğəmbər aleyhisselama da salam olsun. Ya Rabbi, sən köməyimiz ol. Dəccalın və Yəcüc-Məcüc ordularının şərrindən bizləri sonsuza qədər qoru. Fitnələrindən sonsuza qədər qoru və mühafaza eylə ya Rabbi. Allahım, o gün Dəccalı öldürənlərdən et. Onun üzündən kafir kimi ölüb cəhənnəmə düşənlərdən etmə bizləri. Allahım, ya Rabbim, ona aldananlardan etmə bizləri. Allahım, sən o gün hamıya kömək ol ki, heç bir insan ona aldanmasın, heç bir varlıq onlara aldanmasın, kafir olmasın. Biz qalib gələk, o kafirlər uduzsun və ağalarımızla cənnətdə əbədiyyən qalaq və kef edək. Ya Rabbi, sən bizlərə qiyamət günündə və o dünyada, axirət günündə, məhşər gecəsində kömək ol, amin.